Fiqurların sahəsi bölməsində olan 30 dənə testin izahına baxaq. Birinci sualda verilib ki, şəkildə konsentrik iki çevrə çəkilib, OB AB-yə bərabər, bucaq AOC 60 dərəcə, S1-in S2-yə nisbəti soruşulur. Əvvəlcə S1 sektorunun sahəsini tapaq. S1 sektorunun sahəsi pi r kvadratı, bunlar radiusdur. Kiçik çevrənin radiusudur. Eləcə də AB-ni R verib. Onda böyük çevrənin də radiusu 2R olur. Eləcə də burada R olur. İndi biz burada olan sektorun sahəsini tapaq. Sektorun sahəsini də tapmaq üçün pi-ni vururuq radiusun kvadratına, vururuq mərkəzi bucağa, bölürük 360-a. Burada bu rənglənmiş sektorun mərkəzi bucağı 60 yox, 300 dərəcə olur. Bizə bura lazımdır. Vuraq 300, bölək 360. İxtisar gedir 60-a, yuxarıda qalır 5, aşağıda da qalır 6. S1-in sahəsi 6-da 5 pi r kvadratıdır. İndi S2-nin sahəsini tapaq. Burada bir K nöqtəsi qoyaq. S2-ni tapmaq üçün AOC sektorunun sahəsindən BOK sektorunun sahəsini çıxmalıyıq. O da olur pi r kvadratı. Sadəcə burada radius 2r'dir. Yazmalıyıq 2r'in kvadratı alfa ilə 60'dır. Böl 360 çıxaq. İndi BOK sektorunun sahəsini çıxaq. Onda necə taparıq? Pi vuraq r kvadratı vur 60 böl 360. Burada 60 ilə 360 ixtisar gedir. 6-da 1 pi-ni veririk qarşıya. 2r kvadratının cavabı 4r kvadratı. 4r kvadratından da buradakı r kvadratını çıxdıqda 3r kvadratı. İxtisar etsək pi r kvadratı böl 2 qalır. Bizdən də S1 böl S2 nisbəti soruşulur. 6-da 5 pi r kvadratını bölməliyik. Pi r kvadratı böl 2-yə. 2 qalxır yuxarı, aşağıda pi r kvadratı ixtisar gedir 10 böl pi. Yenidən 2-yə bölsək 3-də 5 qalar cavab B variantı. Keçdik ikinci suala. İkinci sualda bunların nömrələri. İkinci sualda A, B, C, D, F, K düzgün altı bucaqlıdır. Düzgün altı bucaqlıdırsa bütün tərəfləri bərabərdir. AB 2'dir. Onda hər yer 2'dir. Burada 2'dir. Burada. Bunların hər biri 2'dir. Burada 2'dir. SAD'ye üçbucağının sahəsini tapınır. Yəni rənglənmiş üçbucağın sahəsi. Bura 2'dir. Ondan sonra bura düzgün altı bucaqlının böyük diaqonalıdır və nəyə bərabərdir? Tərəfin 2 mislinə. Tərəf 2 olduğu üçün 4'ə. AF isə düzgün altı bucaqlının kiçik diaqonalıdır və tərəfin kökdə 3 misli olur. Burada düz bucaqlı 3 bucaq yaranır. Bura 90, 2 olduğu üçün bura 30, burada 60 dərəcə olur. Ondan sonra altı bucaqlının bir daxili bucağı 120 dərəcədir. Burası 60-sa bu hissəyə də 60 dərəcə düşür. Və bu bir düz xətt üzərində olduğu üçün CDY nöqtələri 180 dərəcədir cəmi, 60, 60, burada 60 dərəcə düşür. İndi bu üçbucağın sahəsini tapa bilərik. Sahədə 2'də 1 AB sinus alfa düsturu ilə tapılır. 2'də 1 vuraq 4. Burada bərabər yanlı üçbucaqdır. Çünki 120, 30, 30. Tərəfləri 4, 4. Aradakı bucaqda 120 dərəcə. Sinus 120 dərəcə yazırıq. Buradan 2'də 1 vuraq 16. Sinus 120 dərəcədə kökdə 3 bölü 2 alır. Cavabı tapırıq 4 kökdə 3. A variantı. Üçüncü suala keçək. ABCD trapesiyasının daxilinə yarım dairə çəkilmişdir. AD 1, BC 9 olarsa rənglənmiş hissənin sahəsini tapın. Rənglənmiş hissənin sahəsini tapmaq üçün düzbucaqlı trapesiyanın sahəsindən yarım dairənin sahəsini çıxmalıyıq. Trapesiyanın sahəsini tapmaq üçün buradan bir hündürlük çəkirik. Bura 1'dirsə, burada 1 olur. Ümumi 9 olduğu üçün bura bir K nöqtəsi qoysaq, bura 8 olur. Ondan sonra çevrəyə bir nöqtədən çəkilmiş toxunanlar bərabərdir. Bura 1'dirsə bu hissədə 1 olur. Buradan bura kimi 9'dursa, bura kimi 9, bu hissəyə qədər də 9 olur. Bura 1, bura qədər, bura kimi də 9. Deməli, burada düzbucaqlı üçbucaq yaranır. Hansı ki hipotenuzu 10'dur, bir kateti 8'dir. Onda digər katet 6 olur. Bu katet həm də yarım dairənin diametridir. Onda radius olur 3. İndi ştrixlənmiş, rənglənmiş hissənin sahəsini tapa bilərik. Necə taparıq? Trapesiyanın sahəsindən. Trapesiyanın sahəsi necə tapılır? Oturacaqların cəmi bölü 2 vur 6 çıx.
Oturacaqlar buradan görünür ki 1-dir, digəri 9-dur, hündürlüyümüz də 6. Yarım dairənin də sahəsi necə tapılır? Pi r kvadratı bölü 2 düsturu ilə r-in yerinə 3 yazırıq. Cavab olur 4/5 pi. Buradan da alınır 13, 30, 30 çıx 4/5 pi. Y variantı. İndi keçdik 4-cü sualın cavabına. ABCD trapesiyasında AF2, FD 9, BC 3'dür. S1'in S2'ye nisbəti soruşulur. Bu figurların hər birinin hündürlüyü eynidir. Bura H-dır. Burada H-dır. Bu üçbucağın sahəsini necə taparıq? S1. Üçbucağın sahəsi necə tapılır? Tərəf-tərəfə çəkilən hündürlüyün hasilinin yarısı. 2-də 1, 2 vuraq H. S1 H-a bərabər olur. Ondan sonra trapesiyanın sahəsini tapaq. Trapesiyanın sahəsini necə taparıq? 3-ün üzərinə gələrik 11-i, bölərik 2-yə. Hündürlük də hər biri üçün eynidir. Cavabı taparıq 7H. Bu böyük, deməli, figurun sahəsi, trapesiyanın sahəsi daha doğrusu 7H-dır. Bu üçbucağın sahəsi H-dırsa, onda burada olan figurun sahəsi 7H-dan H çıxırıq. Yəni S2 bərabər olur nəyə? 6H-a. Bizdən S1 bölü S2 nisbəti soruşulur. S1 H-dır, S2 də 6H, ixtisar gedir 6-da 1. D variantı. 5-ci suala baxaq. Prizmadır, AB 5-dir, BC 6-dır, AF 12-dir. Onda biz bir üzün diagonalını tapa bilərik. Pifagor teoreminə görə 12, 5, 13. Digər diagonalı da tapa bilərik. Prizmanın öz diagonalını. FC bərabərdir nəyə? FC bərabərdir 5-in kvadratı plus 13-ün kvadratı plus 6-nın kvadratına. Daha doğrusu 13 yox, 12-nin kvadratı. Bu diagonal nəyə bərabərdir? Hündürlüyün kvadratı, bir də deməli oturacağının tərəflərinin kvadratları cəminə. Bərabər olur buradan 13-ün kvadratı plus 6-nın kvadratı. 13-ün kvadratı 169, 6-nın kvadratı 36 edir. Toplayanda 190, 15 edir 205. Deməli, bu tərəfdə 205-ə bərabərdir. İndi biz fikir versək, bura 6, bura 13-dür. 6-nın kvadratının üzərində 13-ün kvadratını gəldikdə edər 205. Deməli, bu düz bucaqlı üç bucaqlı, hansı ki bura hipotenuzdur. 13 ilə də 6 katetlərdir. Sahə də necə tapılır? Sahəni tapmaq üçün katetlərin hasilini bölməliyik 2. 13 vur 6. Buradan da cavab olur 39. B variantı. Belə məsələlərin əksəriyyətində burada rənglənmiş üçbucaq düz bucaqlı üçbucaq olur. İndi keçdik 6-cı suala. ABC bərabər tərəfli üçbucaqdır. Onda bunlar 60-60 olur. Sonra CD CE-yə bərabərdir. Bura 60 ise bura 120 olur. Burada 30, burada 30 olur. Bərabər yanlı üçbucaqdır. Rənglənmiş hissənin sahəsi soruşulur. 2-də 1 AB sinus alfa. 2-də 1 tərəflər arasındakı bucağın sinusu. Sinus 120 dərəcədə alır neçə? Kökdə 3 bölü 2. 2'lər 4, 4'dən ixtisar gedir. Cavab qalır kökdə 3. D variantı. 6-cı sualın cavabı oldu D variantı. 7-ci suala keçək. Rənglənmiş hissənin sahəsini tapın. Rənglənmiş hissənin sahəsini tapmaq üçün bu üçbucağın sahəsindən çıxmalıyıq içəridəki sektorun sahəsini. Deməli, bu üçbucağın sahəsini tapmaq üçün radius verilib 2 kökdə 3. Buradan bir hündürlük çəkərik. Bura 90 dərəcədir. Ondan sonra bərabər yanlı üçbucaqdır bu. OA OB-yə bərabərdir. Bərabər yanlı üçbucaq olduğundan bura 30, burada 30 düşür. Onda bura 60, burada 60 olur. 90'ın qarşısındakı, daha doğrusu bu da radius olduğu üçün burada 2 kökdə 3 olur. 30'un qarşısındakı 2 kökdə 3-dürsə 90'ın qarşısındakı 4 kökdə 3 olur. Yəni ümumi bu tərəf 4 kökdə 3-dür. Yəni bu hissələrdə 2 kökdə 3 imiş. İndi biz üçbucağın sahəsini tapa bilərik. Üçbucağın sahəsini yenə 2-də 1 AB sinus alfa düsturu ilə tapaq. 2-də 1 vuraq 4 kökdə 3, vuraq 4 kökdə 3. Aradakı bucağın sinusu sinus 120 dərəcə bərabərdir. 2-də 1 vuraq 4'ü 4'ü 16, kökdə 3'ü kökdə 3'ə vuranda 3. Sinus 120 dərəcədə də kökdə 3 bölü 2 alır. Buradan 12 kökdə 3 tapırıq üçbucağın sahəsini. Və bu içəridəki sektorun sahəsini də tapmaq lazımdır.
Bu sektorun sahəsini tapmaq lazımdır. Sektorun sahəsi də pi r kvadratı alfa bölü 360. Pi vuraq, r 2 kökdə 3'dür. Kvadratı 12 edir. Alfa 120 dərəcə bölü 360. O da bərabər olur nəyə? 4 piyə. Sektorun sahəsi də 4 pidir. Rənglənmiş hissənin sahəsi tapmaq üçün üçbucağın sahəsindən çıxırıq sektorun sahəsini. Buradan da 4'ü ortaq vuruq kimi çıxartsaq qalar nə? 3 kökdə 3 minus pi. B variantı. 8-ci suala baxaq. Şəkildə ABCD düzbucaqlı trapesiyasında AD tərəfi CD tərəfindən 2 dəfə çoxdur. Onda bura 30 dərəcə, burada 60 dərəcə deyə bilərik. BC 8'dir. Trapesiyanın sahəsi soruşulur. Trapesiyanın sahəsini tapmaq üçün hündürlük lazımdır. Bir də oturacaqlar lazımdır. Hündürlüyü çəkdik. Bura 8'dirsə bu hissədə 8 olur. Bura 60 dərəcə olur. 60'ın qarşısındakı bu üçbucaqda 8'dirsə 30'un qarşısındakı 8 bölək. Deməli kökdə 3 olur. Çünki 60'ın qarşısındakı katet 30 dərəcəli bucağın qarşısındakı katetin kökdə 3 mislidir. İndi digər üçbucağa baxaq. Bu üçbucağa. Burada 60-90, bura 30 düşür. 60'ın qarşısındakı 8 böl kökdə 3-dürsə, 30'un qarşısındakı 8 bölə 3 olur. Deməli hündürlüyümüz var və oturacaqlar var. Sahəni tapa bilərik. Sahə necə tapılır? Oturacaqların cəmi böl 2 vur hündürlük. 8 böl kökdə 3. Deməli, sürətdə nə alınır? Sürətdə alınır 8, 8, 16. 16'nın üzərinə 3'də 8 gələndə neçə eləyir? 3'də 56 eləyir. 3'də 56'nı da 2'yə böldükdə 6'da 56 vuraq 8 bölək kökdə 3. İxtisar etsək 6 ilə 8 2'yə ixtisar gedir. Burada 3, burada 4 qalır. 56'nın 4'ü 224, məxrəcdə də 3 kökdə 3. İrrasionaldan azad edib də yaza bilərik. Bu şəkildə də yaza bilərik. Sahə budur. Hansı variantdadır? Heç bir variantda yoxdur. Variantlarda səhvlik var. Çünki bu cavabdır. Cavab budur. 224 böl 3 kökdə 3 və yaxud da 9'da 224 kökdə 3. Misalın cavabları səhv verilib. Yəni variantlarda düzgün cavab yoxdur. Keçdik 9-cu suala. ABCD və YFDK kvadratlarında BY 5'dir. AB 4 kökdə 2 olarsa SYFDK'nı tapın. Burada YFDK'da kvadratdır, ABCD də kvadratdır. Necə taparıq? Kvadratın AB'ni verib 4 kökdə 2. Onda bu tərəflər də 4 kökdə 2 olar. Eləcə də buradakı kvadratın tərəfinə x desək, hər biri x olur. Ümumi 4 kökdə 2 olduğu üçün burada 4 kökdə 2 minus x olur. Necə tapa bilərik x-i? Buradan oturacağa paralel bir düz xət çəkək. Burada 90 dərəcə olur. Burada eləcə 4 kökdə 2 minus x olur. Paralel olduğu üçün bunlar. Ondan sonra burada bərabər yanlı üçbucaq yaranır. Hansı ki burada 45 dərəcədir. Burada 45 dərəcədir. 45 dərəcəli üçbucaqda katetin burada x-dırsa bu hissəni heç yazmamışıq. Bu hissədə 4 kökdə 2 minus x olur. Katetin kökdə 2 misli hipotenuza bərabərdir. Buradan 4 kökdə 2 minus x bərabərdir 5 bölək kökdə 2'yə. 4 kökdə 2 minus x bərabərdir 5 bölək kökdə 2'yə. Buradan da x'i tapırıq nə? 4 kökdə 2 minus 5 kökdə 2. Buradan da kökdə 2'də neçə eləyir? 8 minus 5. 3 böl kökdə 2. Kvadratın tərəfi 3 böl kökdə 2 olur bu kvadratın. Sahədə hansı düsturla tapılır? X kvadratı. 3 böl kökdə 2'nin kvadratı. 9 böl 2 4 onda 5. Bunlar bu məsələlərdə misalların, rəqəmlərin çox irrasional ədədlər oldu. Cavabı aldıq 4 onda 5. Keçək 10-cu suala. Yenə 10-cu sual irrasional ədəddir. Hamısı deyəsən irrasionaldır. Yox, rasional ədədlər də var imiş. Baxaq 10-cu suala. ABCD bərabər yanlıq trapesiyasında AC 4 kökdə 3'dür. Sahə soruşulur. Sahəni tapmaq üçün bizə hündürlük lazımdır. Buradan bir hündürlük tapırıq CH. Bərabər yanlıq trapesiyada sahə hansı düsturla tapılır? AH vuraq HC. İndi burada 30, 90, 63 bucağıdır. 30'un qarşısındakini tapmaq necə taparıq? 90'ın qarşısındakinin yarısıdır. 30 dərəcəli bucağın qarşısındakı katet
Hipotenuzun yarısıdır. Bura olar 2 kökdə 3. 60 dərəcəli bucağın qarşısındakı katetdə 30 dərəcəli bucağın qarşısındakı katetin kökdə 3 mislidir. 2 kökdə 3'ün də kökdə 3 misli 6 edər. Sahə nə tapılar? 6 vur 2 kökdə 3. Cavab olar 12 kökdə 3. Yenə irrasional ədəd alındı. 11-ci suala baxaq. Şəkildə verilmiş fiqurların sahələri cəmi 17. BC 5, CD 4, AC 3, CY 9 olarsa SDYC-ni tapın. Bura alifadırsa burada alfa olur. Mən 2'də 1 sinus alfa ilə 2'də 1 AB sinus alfa ilə yazardım, amma məsələ biraz uzanar. Ona görə 9, 4 olduğu üçün bunların hasili sahəni götürərəm 36S. Burada da 5, 3 olduğu üçün sahəni götürərəm 15S. Baxın, bu tərəflərin hasili şəklində yazdım. Bunların cəmi 17'yə bərabərdir. Yazıram 15S, üstə gəl 36S, bərabərdir nəyə? 17'yə. Buradan 51S bərabərdir 17'yə, S də bərabərdir 3'də 1'ə. Bizdən də soruşulur DCY 3 bucağının sahəsi. 36'nı vurarıq 3'də 1'ə, cavab qalar 12. A variantı. 12-ci suala baxaq. Verilmiş düzgün 8 bucaqlıda AF 4'dür. AF 4'dür. Bura 4'dürsə, bu diagonaldır. 1, 2, 3. Eləcə də bu da 4 olar. Bu da diagonaldır. Bu diagonallar bir-birinə bərabərdir. Bu diagonallar bir-birinə bərabərdir. Ondan sonra düzgün 8 bucaqlının bir daxili bucağı neçə dərəcədir? 360'ı bölərik 8'ə 45. Bu bir xarici bucaqdır. Onda daxili bucağı olar 135 dərəcə. Bura 135 dərəcə, burada 135 dərəcədə trapesiyadır. Bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədə. Onda bura 45 düşür. Eləcə də burada. Eləcə də burada 45, 45. Fikir versəz, buradan AD ilə AF-in də bərabərliyini görərsiniz. Burada 135 dərəcədir də. 45, 45. Onda içəriyə neçə dərəcə düşür? 45 dərəcə. İndi bu göy rəngli üçbucağın sahəsini yenə 2'də 1 AB sinus alfa düsturu ilə taparıq. Ancaq bu düsturdan istifadə elədik bu dərsdə demək olar. 2'də 1 vur 4 vur 4 sinus 45 dərəcə. 8 sinus 45 dərəcədədir. Kökdə 2 bölü 2 cavab olur 4 kökdə 2 B variantı. Bu 12-ci sual. Keçdik 13-cü suala. Saat. Deməli, biraz tez-tez izahat verin, çünki dərsim var. Şəkildə verilənlərə görə rənglənmiş hissənin sahəsini tapın. Rənglənmiş hissənin sahəsini tapmaq üçün nə edərik? Bu düzbucaqlının sahəsindən çıxarıq buradakı sektorun sahəsini, bir də bu yarım dairənin sahəsini. İndi düzbucaqlının sahəsini tapaq. Bura 8'dirsə, bu hissə də 8 olar. Ondan sonra burada 8'dir. Bu radius 2'dir deyəsən. Radius 2'dirsə, burada 2'dir. Düzbucaqlının eni 8'dir. Uzunluğu da 8, 2, 2, 12'dir. Sahə olur 96. Ondan sonra bu sektorun bura qoyaq bir S1. Bura yazaq S1. Bura da yazaq S2. S1 və S2'nin sahəsini tapaq. Necə taparıq S1 və S2'ni? S1 sektordur. Sektorun sahəsi necə tapılır? Pi vuraq, radiusun kvadratı vur, mərkəzi bucaq bölü 360. Buradan tapırıq neçə? 4, 16 pi. S2'də yarım dairədir. Yarım dairənin sahəsi də pi kvadratı bölü 2'dir. Pi vur 2'nin kvadratı bölü 2. Buradan da tapırıq 2 pi. Deməli, biz 96'dan çıxmalıyıq 16 pi və 2 pi-ni. Və yaxud da 16 pi ilə 2 pi-nin cəmini. Taparıq cavabı 96 minus 18 pi. Var belə cavab. Var B variantı. 14-cü suala baxaq. 14-cü sualda ABC üçbucağında G ağırlıq mərkəzidir. Ağırlıq mərkəzi nədir? Medianların kəsişmə nöqtəsi. GM 5, 6, 9'dur. MN 9'dur. ABG üçbucağının sahəsini tapın. Yəni qırmızı üçbucağın sahəsi. Ümumiyyətlə bu orta xəttdir və burada yaranan üçbucaqlar, qum saatı da deyilir buna. Bu üçbucaqlar oxşardır. Yəni oxşarlıqdan istifadə edəcəyik burada. Oxşar üçbucaqların tərəflərinin nisbətinin kvadratı sahələrin nisbətinə bərabərdir. İndi biz bu üçbucağın sahəsini tapsaq,
Bu üçbucağın sahəsini tapsaq, bunu da tapa bilərik. Necə? Orta xətt deməli, necə deyək? Bura 9-dur və orta xəttdir. Onda oturacaq olur 18. Deməli, 9-un 18-ə nisbətinin kvadratı bərabərdir. S, bu üçbucaq nədir? S, G, M-in üçbucağı bölək S, A, G, B üçbucağı. Yəni, G, M-ni tapsaq, A, G, B üçbucağını da tapa bilərik. 9-un 18-ə böldükdə 2-də 1, kvadrata yüksəltdikdə 4-də 1. İndi biz buradakı bu üçbucağın sahəsini tapa bilərik. Yəni, G, M, N üçbucağın sahəsi nəyə görə taparıq? Heron düsturuna görə. Heron düsturuna görə yarım perimetr. Yarım perimetr neçə olur? 6, 5, 11, 9, 20. 2-yə də böldükdə 10. 10 vuraq, 10 çıx 6, 4, 10 çıx 9, 1, 10 çıx 5, 5. Deməli, sahə bərabər olur nəyə? 10 ilə 4-dən, daha doğrusu 4-dən çıxır 2, 10 ilə 5-dən də bir dənə 5 çıxır, bir dənə də 2. 10 kökdə 2. Buranın sahəsi 10 kökdə 2-dir. Bərabərdir 10 kökdə 2 bölək S, A, G, B üçbucağı. Buradan da çarpaz şəkildə vurub üçbucağın sahəsini 4 vur 10 kökdə 2. Taparıq 40 kökdə 2. Varmı belə cavab? Var. Y variantı. 15-ci suala baxaq. Yeni rənglənmiş hissənin sahəsi soruşulur. Sektordur. Bunlar da radiusdur. Burada R-dir, burada R-dir, bunlar da R-dir. Bərabər yanlı üç bucaqlardır. 55 isə burada 55 düşür, bura 70 olur. 80 isə burada 80 olur, burada 20 olur. Bunlar qonşu bucaqlardır. Cəmləri 180 dərəcədir. Deməli 20, 70 bura 90 dərəcə düşür. Deməli bu sektorun mərkəzi bucağı 90 dərəcədir. Sahəni də necə taparıq? Pi vuraq, radiusun kvadratı vur mərkəzi bucaq. Bölü 360 cavab da olar 16 pi. B variantı. Bu da asan misal idi. Keçdik 16-cı misala. ABCD düzbucaqlısında AD D-yə bərabər və 2-dir. AB 5-dir. AB 5-dir. Bu rənglənmiş hissənin sahəsi soruşulur. Bura 45 dərəcə, burada 45 dərəcə olur. Düzbucaqlıdır, həm də bərabər yanlı üçbucaqdır. Onda bura 90 dərəcə olduğu üçün burada 45 olur. Bura 90 ise burada 45 düşür. Buradan bir hündürlük çəkək. Çünki trapesiyada da trapesiyanın sahəsini tapmaq üçün bizə hündürlük də lazımdır. Bura 2-dirsə burada 2 olur. Eləcə də bu hissə 2-dirsə burada 2 olur. Onda biz h kvadratı mn-dən 2-nin kvadratı bərabərdir. 2 vuraq x. Buradan x-i də 2 taparıq. Bu hissə də 2 olur. Ümumi də AB 5 vermişdi. Onda bura 1 olur. Bura 2-dirsə DC də 5 olur. Və bu hissəyə 3 düşür. Onda rəngli trapesiyanın sahəsini tapmaq üçün 1-in üzərinə 3 gəlib bölərik 2-yə. Vurarıq hündürlüyə. Hündürlüyümüz də onsuz da 2-dir. Bərabərdir. Buradan cavabı taparıq 4. B variantı. Bu da asan sual idi. Keçdiyi 17-ci suala. Bu da klassik sualdır. Necə taparıq? Buradan bura bir düz xət çəkərik. Yəni A ilə D-ni birləşdirib bu üç bucağı 2-dən 3 bucağın sahələri cəmi şəklində yaza bilərik. AB bizə verilib 10. Ondan sonra AC verilib 12. Onda bu üç bucağın sahəsini necə taparıq? S, ABD üç bucağın sahəsini tərəf-tərəfə çəkilən hündürlüyün hasilinin yarısı. 2-də 1 10 vur 4 cavabı taparıq 20. Buradan da ADS üç bucağın sahəsini taparıq. 2-də 1 12 vur 6 cavabı taparıq 36. Ümumi ABS üç bucağın sahəsi də 20 ilə 36-nı toplayarıq 56 edər. C variantı. 18-ci suala baxaq. Yenə rənglənmiş hissənin sahəsi soruşulur. Rənglənmiş hissənin sahəsini tapmaq üçün deməli necə yazarıq? Deməli necə yazaq bunu? Dairə halqasıdır. Elə bu yarım dairənin sahəsindən çıxaraq bu kiçik yarım dairənin sahəsini. Bizə də verilib AC. Bunu birləşdirsək bu radiusu R-dir. Eləcə də onda burada R olur, burada R olur. R bu hissə olar 2R. Ondan sonra toxunan toxunma nöqtəsindən radiusa perpendikulyardır. Ümumiyyətlə biz rənglənmiş hissənin sahəsini necə taparıq? Böyük yarım dairənin sahəsindən, yəni böyük yarım dairənin radiusu 2R'dir. Pi vuraq.
2r-in kvadratı böl 2-dən çıxmalıyıq. Kiçik yarım dairənin sahəsi pi r kvadratı böl 2-ni. Buradan pi böl 2-ni çıxarırıq. 4 pi böl 2 3r kvadratı qalır. Bizə lazımdır 3r kvadratı. İndi bu 3r kvadratını necə taparıq? Burada deməli düzbucaqlı üçbucaq yaranıb. Bu düzbucaqlı üçbucağı necə yazarıq? Düzbucaqlı üçbucaqda hansı ki hipotenuz 3r-dir. 3r-in kvadratı bərabərdir. R-in kvadratı üstəgəl 4 köklü 2-nin kvadratı şəklində yazsaq. Buradan deməli 3r 9r kvadratı çıx r kvadratı bərabərdir. 4 köklü 2-nin də kvadratı neçə eləyir? 4 köklü 2-dir. Kvadratı edir 32. Buradan 8r kvadratı 32'ye bərabərdir. R kvadratı da 4'e bərabərdir. Aparıb burada r kvadratının yerinə 4 yazırıq. 2'də pi vuraq 3. R kvadratının yerinə də 4 yazırıq. Cavab olur 6 pi B variantı. Deməli 18-ci sualın cavabı B variantı oldu. İndi keçdik 19-cu suala. Neçə sual qalıb? Hələ 11 dənə sual qalıb. 19-cu sualda nə deyilir? AB BY'ye perpendikulyar. Bunlar bir-birinə bərabər. AY 5, BY 2, CY 1, AD 6. ACD-ni tapın. Yenə ACD üçbucağın sahəsini necə taparıq? Hansı ki bir tərəfi 6'dır, digər tərəfi də 6'dır. S bərabərdir 2'də 1, 6 vur 6 sinus alfa düsturu ilə taparıq. Yəni 18 sinus alfa. Bizə lazımdır sinus alfa. Sinus alfanı da buradakı düzbucaqlı üçbucaqdan tapa bilərik. Sinus alfa nəyə bərabərdir? Bucağın qarşısındakı katetin hipotenuza nisbəti. Hansı ki burada katet 2'dir, hipotenuz da 5'dir. Cavab olur 5'də 2. Buradan da yazırıq 18 vuraq 5'də 2. 18'i də 5'də 2'yə vuranda 36 böl 5 neçə edir? 7 onda 2. Deməli üçbucağın sahəsi 7 onda 2'yə bərabərdir. Keçdik 20-ci suala. Rənglənmiş hissənin sahəsini tapın. Şəkildə deməli mərkəzi bərabər çevrələr dediyi üçün deməli radiuslar eynidir. Bu mərkəzləri birləşdirsək, burada R olur, burada R olur. Bununla bunu da birləşdirsək, burada R olur. Eləcə də radius toxunan toxunma nöqtəsindən radiusa perpendikulyardır. Burada 90 dərəcə yaranır. Deməli bizə verilibdir o 1A. Əslində bizə radius verilib. Bizə radius verilib 3. Bura 3'dür, bura 3'dür, bura 3'dür. Eləcə də bura 3'dür. Bu düzbucaqlı üçbucaqdır. Hansı ki bura 30 dərəcədir, burada 60 dərəcə. İndi necə taparıq? Düzbucaqlı üçbucağın sahəsindən çıxarıq buradakı 2 dənə sektorun sahəsini. Baxın bu sektorların sahəsini. Gəlin əvvəlcə elə sektorların sahəsini tapaq. Bu sektora deyək S1, buna da deyək S2. S1 sektorunun sahəsi bərabərdir. Pi vuraq 3'ün kvadratı vur 30 böl 360. O da neçə eləyir? 30 ilə 360 ixtisar gedir. 12, 9, 4'də 3 pi. S2'nin də sahəsi pi r kvadratı. Yenə pi vur 3'ün kvadratı. Bu səfər mərkəzi bucaq 60'dır. Böl 360. Yenə ixtisar gedir. 6 qalır 2'də 3 pi. Bu sektorların sahələri cəmi nəyə bərabər olur? 4'də 3 pi'nin üzərinə gəlirik. 2'də 3 pi. Yəni 4'də 6 pi. Edər 4'də 9 pi. Bu sektorların sahəsini tapdıq. İndi düzbucaqlı üçbucağın sahəsini tapaq. Düzbucaqlı üçbucağın sahəsi də katetlərin hasilinin yarısı. Bir kateti 3'dür. Digər kateti də 60'ın qarşısındakı kateti 3 kökdə 3'dür. Böl 2. Düzbucaqlı üçbucağın sahəsini də tapdıq. Elədi 2'də 9 kökdə 3. Çıxırıq 4'də 9 pi'ni. Budur cavab. Bu da hansı variantdadır? Yox, A variantında deyil. C variantına oxşuyur. Niyə? Çünki C'ni vurub açdıqda, daha doğrusu hər tərəfi 2'yə böldükdə 9 kökdə 3 böl 2 hər birini 4'ə bölürük. Bunların hər birini ayrı-ayrılıqda 4'ə böləndə 9 kökdə 3 böl 2 çıx pi böl 4 qalır. Yəni cavab C variantıdır. Sadəcə fərqli cavabı ortaq vuruq çıxardıb yazıblar. Keçdi 21-ci suala. ABC üçbucağında
AB 6, AC 10, bucaq BAC alfadır. SABC-ni tapın. Çox asan sualdır. Yəni 2-də 1 AB sinus alfa. 6 vur 10 və aradakı bucağın sinusu 10-da 9 cavab qalır neçə? Onlar gedir 27. Bu üç bucağın sahəsi 27 olur. 22-ci sualda verilib ki, ABC düzbucaqlı üçbucağında ACB 15 dərəcə, 2YC bərabər BY bərabər 10 olarsa verilənlərə görə SAYC-ni tapın. Yəni rəngli hissənin sahəsini tapın. Ümumiyyətlə bilirik ki, 15-75 dərəcəli düzbucaqlı üçbucaqda sahə hipotenuzun 8-də 1-nə bərabər olur. Burada hipotenuz 15-dir. 15-in kvadratı böl 8. Sahə bərabər olur nəyə? 8-də 225-ə. Bura 10'dur, bura 5'dir. Onda sahə elə 2'nin 1 nisbətində bölünür. Bura 2s'dir, burada s olar. 2s ilə s'in cəmi 225 böl 8'dir. 3s buradan bərabər olur 225 böl 8'ə. S də bərabər olur 225 böl 8'i bölürük 3'ə. 3'də 1'ə vururuq 75 böl 8. O da bərabərdir 9 tam 8'də 3'ə. 9 tam 1000-də 375. Rəngli hissənin sahəsi bərabər olur 9 tam 1000-də 375-ə. 23-cü sualda kvadrat verilib. BCF bucağı 75 dərəcədir. AF 3. BCF bucağı. Bu bucaq 75 dərəcədir. A və C nöqtələrini birləşdirsəm kvadratın diaqonalı yaranır. Diaqonal bucağı 2 bərabər hissəyə ayırır. Kvadratın da bir bucağı 90 dərəcədir. Yarıya ayırdıqda bura 45, burada 45 düşür. Sadəcə bu hissə 75 olduğu üçün onda bura 30 dərəcə olur, burada 15. İndi bu üç bucağa fikir versək, qırmızı üç bucağa. Bucaqlardan biri 90-dır, digəri 30-dur, onda bu bucağa düşür 60 dərəcə. 30 dərəcəli bucağın qarşısındakı kateti 3-dür, onda hipotenuz olur 6. Bu 6 kvadratın diaqonalıdır. Kvadratın da diaqonalla bağlı sahə düsturu D kvadratı böl 2-dir. 6'nın kvadratı böl 2 sahəni tapırıq 18. 24-cü suala baxaq. 24-cü sualda ABCD kvadratı 16 kongruent kvadrata bölünüb. MNKF 4 bucaqlısının sahəsi 24 olarsa ABCD kvadratının perimetrini tapın. Bunu 2 3 bucağa ayırsaq, deməli bunları da birləşdirsək, bunları elə bir tamamlasaq, bu hissə belə, bu hissə də belə olur. İndi burada 2 dənə 3 bucaq var. Biri aşağıdakı 3 bucaqdır. Deməli SMFK 3 bucağı, yəni daha doğrusu MFK 3 bucağının sahəsini S ilə işarə edək. Onda bu 3 bucağın sahəsini necə taparıq? Hansı ki oturacağı XX yazsaq 3x eləyər. Sahəsi 2'də 1 vuraq 3x və tərəfə çəkilən hündürlük. Tərəfə çəkilən hündürlük də budur. O da 1x-dir. Vuraq x. Buradan cavabı tapırıq. 3x kvadratı böl 2. İndi yuxarıdakı 3 bucağa fikir versək, bu göy 3 bucağa fikir versək, hansı ki bu 3 bucağın da oturacağı, deməli adı nədir 3 bucağın? MNK. Oturacağı 3x-dır və tərəfə çəkilən hündürlük də x, 3x eləyir. Buradan bərabər olur 9x kvadratı böl 2. Ümumi sahə 24 olduğu üçün onda yazırıq ki 3x kvadratı bölək 2 üstə gəl 9x kvadratı böl 2 bərabərdir 24-də. Hər tərəfə 2'yə vursam məxrəcə azad olması üçün 2'yə vursam alaraq 48. Buradan x kvadratı 4, x da bərabər olar 2'yə. Bunların da hər biri x-dır. X'in biri 2 olduğu üçün tərəf 8 olur. Kvadratın tərəfi 8'dir. Perimetri də tərəfin 4 misli şəklində tapılır. Cavab olur 32. 25-ci suala baxaq. ABC düzbucaqlı üçbucağında MC tənböləndir. Bura alfa yazsaq bu hissədə alfa olur. Eləcə də bura alfa olur çarpazlığa görə. AK KS'yə bərabərdir 10'dur. Yəni bu hipotenuz 10'dur. Katet 12'dir. Onda digər kateti də Pifagor teoreminə görə 16 tapırıq. AB bərabər olur nəyə? Kökdə 20'nin kvadratı çıx 12'nin kvadratı, cavabı taparıq 16. Burada MK BS'yə paraleldir. Onda NK da
BC-yə paraleldir. Düzdür, biraz paralel oxşamır, amma paraleldir. Digər tərəfi yarıya bölübsə, avtomatik AB-ni də yarıya böləcək. AB 16 olduğu üçün buradan bura kimi 8 düşür. Buradan bura kimi də 8 düşür. Yazaq onu. AM bərabərdir NB-yə, o da bərabərdir 8-ə. İndi isə bura bir x yazsaq, bu hissədə 8 minus x olur və burada oxşar üçbucaqlar var. Hansılar da o üçbucaqlar? Biri budur və biri də aşağıdakı üçbucaq. Niyə? Paralellik olduğu üçün bura 90-dırsa, uyğun bucaq da 90 dərəcədir. Deməli, burada 90 dərəcədir. Yuxarı hissədə 90 dərəcədir. Biraz 90 dərəcəyə oxşamır, paralellik yaxşı görünmür deyə. Yəni, bura 90-dırsa, bu hissədə 90 olur. Eləcə də burada 90 dərəcə olur. Bu üçbucaqlar oxşardır. Bura alfa, burada alfadır. İndi oxşarlıqdan istifadə edək. Aşağıdakı üçbucaqda alfanın qarşısındakı tərəf 8 minus x-dir. Yuxarıdakı üçbucaqda alfanın qarşısındakı tərəf x-dir. Aşağıdakı üçbucaqda deməli, bura bir qamma yazsaq, burada qammadır. Aşağıda qammanın qarşısındakı 12-dir. Amma yuxarıda qammanın qarşısındakı tərəfi bilmirik. Qamma buradır. İndi necə taparıq onu? Biz dedik ki, NK orta xəttdir. Çünki paralellik var, digər tərəfi də yarıya bölübdür. 12-nin yarısı 6. Bu hissə 6-dır. İndi burada fikir versək, baxın, MK KS-yə bərabərdir. Çünki oturacağa bitişik bucaqlar alfa alfadır. Onda bu bərabər yanlı üçbucaqdır. Bura 10-dursa, bu hissədə 10 olur. Yazaq onu. CK bərabərdir KM-ə. 10-dur. Çünki burada bərabər yanlı üçbucaq yaranıb. Burada 10-dur, bu hissədə 10-dur. Bir hissəsinə 6 düşübsə, burada 4 olur. Deməli, kiçik üçbucaqda, baxın, qamma burada. Qammanın qarşısındakı tərəfdə 4 olur. Aparıb burada yazırıq. Buradan 8 minus x bölü x bərabər olur 3-ə. 3x bərabər 8 minus x-a. 4x 8-ə. X də bərabər olur 2-yə. X 2-dir. Bu üçbucağın katetləri biri 4-dür, digəri də 2 olur. Onda sahə nəyə bərabərdir? 2-də 1, 4 vur 2, cavab olur 4. Rəngli üçbucağın sahəsi 4-ə bərabərdir. İndi 26-cı suala baxaq. 26-cı sualda ABCD düzbucaqlısında perpendikulyardır DBCY-yə, CF 2-dir, DF 8 olarsa BFC üçbucağının sahəsini tapın. Düzbucaqlıdır, bura 90 dərəcədir. Bu da düzbucaq təpəsindən çəkilmiş hündürlükdür. Buna bir H yazaq. FC-yə də bir X yazaq. Onda bu düzbucaqlı üçbucaqdan, bu göy rəngdə olan düzbucaqlı üçbucaqdan H kvadratı bərabərdir 2 vuraq X-a. Bu da düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucağın da sahəsi necə tapılır? Katetlərinin hasilinin yarısı. Hx bölü 2 şəklində tapmalıyıq. Bizə h lazımdır və x lazımdır. İndi burada başqa bir üçbucağa fikir verək. Bu üçbucağa fikir verək. Deməli, burada DBC üçbucağını. Bu da düzbucaqlı üçbucaqdır. Hansı ki, burada 90 dərəcədir və buradakı CF də hündürlükdür. Burada hündürlüyün kvadratı nəyə bərabərdir? Proyeksiyaların hasilinə, h və 8-in hasilinə. Bunları tərəf-tərəfə vursaq, alarıq ki, h kvadratı x kvadratı bərabərdir 16hx-a. Hər tərəfi hx-a bölsək, buradan h vur x bərabərdir 16-ya. Biz də demişdik, sahə hansı düsturla tapılır? Hx bölü 2. S bərabərdir hx bölü 2. 16 bölü 2 cavab da olur 8. 26-cı sualın cavabı da 8 oldu. Keçdik 27-ci suala. 27-ci sualda x4 mənfi x plus y bərabər bir düz xətlərin y oxu ilə kəsişməsindən əmələ gələn fiqurun sahəsi. Bunun y oxu ilə kəsişməsin deyilirsə, x-a 0 verəcək. X 0-dırsa y 1-dir. Yəni, bura 1-dir. Bu da trapesiyadır. Hansı ki, oturacağı 1-dir. Digər oturacağı 4 olduğu üçün bura 4-dür. Hündürlük də görürük də buradan 4-dür. Sahə hansı düsturla tapılır? Oturacaqların cəminin yarısı vuraq hündürlük. O da neçəyə bərabər olur? 10-a. Yəni, bu trapesiyanın sahəsi 10-a bərabərdir. 28-ci suala baxaq. ABCDEF düzgün altı bucaqlısı ilə birlikdə şəkildəki kimi verilib. CD 4 olarsa rənglənmiş dairəvi bölgənin sahəsini tapın. Rənglənmiş göy hissə sektordur. Sektorun sahəsi də necə tapılır?
pi vuraq r kvadratı vur mərkəzi bucaq bölək 360. İndi burada CD'ni verib 4. Hər biri 4'dür. Çünki düzgün 6 bucaqlıdır. 6 bucaqlının bir daxili bucağı 120 dərəcədir. Bunların hər biri 120 dərəcədir. Burada 120 dərəcədir. Onda biz görürük ki, bu sektorun radiusu 4'dür. Mərkəzi bucaqda 360 çıx 120 240 dərəcə olur. Barıb yerində yazsaq pi vuraq. R'imiz 4'dür. 4'ün kvadratı alfa 240'dır bölü 360. O da bərabərdir. 16 pi 240'dan 360 120'yi ixtisar gedir. Burada 2 qalır, burada 3 qalır. Cavab verir 3'də 32 pi. Cavabımız oldu 3'də 32 pi. Yox, burada pi'nin qiyməti də verilir. Pi'nin qiyməti də 3 verilir. Burada 3 yazdıqda cavab olur 32. Rənglənmiş sektorun sahəsi 32'yə bərabərdir. 29-cu suala baxaq. Ölçüləri verilmiş fiqurun sahəsini tapın. Buradan bir hündürlük çəksək, bura 70 ise bu hissədə 70 olur. Deməli, bura kvadratdır. Kvadratın sahəsi də 70'in kvadratı şəklində tapılır. Tərəfin kvadratı şəklində 70'in kvadratı olar 4900. Bir də buradakı trapesiyanın sahəsini tapmalıyıq. Bu trapesiyanın sahəsini necə taparıq? Oturacaqları 30 və 70'dir. Bölürük 2'yə. Baxın, oturacaqlar deməli bunlardır. Hündürlük isə buradır. Bu hündürlüyü də necə taparıq? Bura 70'dir. Ümumi burası 100'dürsə, burada 70 olur. 100'dən də 70 çıxanda 30. Hündürlük də 30 olur. Buradan cavab olur 1500. Buranın sahəsi 1500'dür. Buranın sahəsi 4900'dür. Onları da toplayanda cavab neçə olur? 40, 10, 50, 14, 6400. Verilmiş fiqurun sahəsi 6400'dür. 30-cu və sonuncu suala baxaq. Nəhayət sonuncu sual gəldi. M'in orta xətti ABC üçbucağının orta xətti olarsa uyğunluğu tapın. Ümumiyyətlə bilirik ki, orta xəttin ayırdığı üçbucağın sahəsi S-dirsə, ümumi ABC üçbucağın sahəsi 4S olur. Onu qeyd edək. Burada MC'nin üçbucağının sahəsi S-dirsə, onda SABC üçbucağının sahəsi bundan 4 dəfə böyük olur. Yəni 4S olur. Onda bu içəridəki hissəyə də 3S düşür. Baxaq, birincidə verilib ki, AMNB 24'dür. Bura 24 yazsaq, bura 24 yazsaq. Buna 24 yazsaq, onda bura 24 bölü 3 8 olur. MNC üçbucağı 8 olur. Var belə cavab? Var, D variantı. Ümumi üçbucağın sahəsi də 8 plus 24 32 olur. 1'ə gedir A və D. Düz yazmadım deyəsən. 1'ə gedir 24, D gedir, bir də 32 gedir B. 1'ə gedir B və D. 2, MNC 5'dir. Bura 5 olsa aşağı 15 olur. Ümumi sahədə 20 olur. Varmı belə cavab? Var. ABC 20'dir. Deməli 2'yə Y gedir. 15 olan yoxdur. İndi keçib bura. MNC 10'dur. Bura 10'dursa burada 30 olur. Ümumi sahədə 40 olur. 40 yoxdur, amma AMNB'nin 30 olduğu AMNC nədir? AMNC. Belə ola bilməz. Çox güman ki, burada AMNB demək istəyir. Bu B deməkdir. Onda 3'ə də gedir A variantı. 1'ə B də, 2'yə Y, 3'ə də A. Burada B olmalıdır.